O vaxtki zaman başqa zaman idi. Əsas ana xətti eynidir ya, diqqət eləyin, ana xətti eynidir. Amma adlar dəyişir. İndi məsələn ulduzlardır, müğənnilərdir falan, bunlardır. Brendlərdə bunlar məsələn, bunlar nə bilim, bunlar maşınları reklam olunur, bunların evi, eşiği, indi də mod şübhərə bir də meymun əlində meymun saxlamaq. İndi nə üçün istifadə olunur? Ancaq reklam üçün. Reklam. Bu adam məşhur adamdır, tanınmış adamdır. Bu istəsə, bunu 100 min izləyicisi var, 1 milyon izləyicisi var. Bu istəsə, bir kəlmə ilə səni reklam eləyər, yuxarı qaldırar, bir kəlmə ilə səni hamının gözündən salar. Bu cürünə hakimiyyət, bu nöqteyi nəzərdən hakimiyyət bunun əlindədir. O vaxtı da şairlər elə. Məsələn, qəzet, jurnal yox. Bu xəbər yayma filan məsələsi ancaq şairlərlə oldu. Şairlər nə edirdi? Dükanda, bazarda adamların çox olan yerində yanarlar, şeir deyərdilər. Bu ərəblər də şeirbazdılar, şairlər də güclü şairlərdir. Biri şeir deyir, hamı yığışır başına. Filan kəs zərgərdir, onun düzəltdiyi qızılı heç kəs düzəldə bilməz. Başlayır o qızıldan elə sözlər deyir və onun o izləyələri haqqında elə şeylər danışır ki, o məşhurlaşır, həmən zərgər. Sən demə, o zərgər buna 5-10 manat verib ki, məni bu cür reklam elə. Bu belədir, o vaxtda reklam bunu inan idi. Mən yadınıza gəlirsə, misal da çəkmişdim ki, o vaxtı hələ biraz da əvvələ qayda, Əli əleyhissalamın xilafatından əvvələ qayıtsaq, cahiliyyət dövründə Kəbə evi nə idi? Bugünkü Facebook səhifəsi idi. Kəbə evinin divarlarında şairlərin şeirləri idi. Cəmaat da gəlirdilər, məhz orada şeirləri oxumağa. İndi kim çox like yığdı, kimin çox oxucusu oldu, kim məşhur oldu və populyar olurdular şairlər oradakı şeirlərlə. Ki bu filan kəs şairdir, filan kəs şairdir, ondan sonra bunun reklamı olurdu, o da başlayırdı o alverçiləri reklam eləməyə, tacirləri filanı bu cürlə dolanışıq var idi. Yoxsa ki, Kəbənin açarı filan kəsdədir. Kəbənin açarı nə olsun ki, açarı nə inib, qeyn edib suyun içəcək, nə inir bu açarı bu? O bu Kəbənin açarı bu filan kəsdədir, yəni bütün bu səhifələri admin budur. Səhifəyə bu baxır. Bu icazə verir, kim şeir qoysun, kim şeiri çıxarsın, kim bu işləri bu idarə eləyir, balaca iş deyirdi bu. Nə bilir ki, bugün Facebook'un sahibi filan kəsdi. Məsələn, bir Qusey adında bir nəfər var idi, açar ondaydı, rəhmətli Seydizm onun haqqında yazıb, Saqi oxudum nəql Əbu Qəbşani, Taifdə Qusey ilə etdiyi sevdani, bir tuluq şərabə satdı Beytullahi, bir camə nə olur məndə verim imanı. O vaxtı Əbu Qəbşan gəlib onu içirdir, bir tuluq şərab da verir, açarı alır ondan. Hələ bir ki, parolunu aldı da onun o səhifəsini. Girib içərisində nə istəsə eləyə bilər. Yəni, bu cürlə ona görə şairlər reklamda həmişə pul olduğuna görə şairlərdə ki, reklam var idi və şairlər ən gözəl vasitə idilər ki, bir insanı reklam edir.